ikinci mövzumuz sensor mədəniyyət məşğələsi. Sensor mədəniyyət. 2 mövzu olacaq. Mədəniyyət məşğələsi. Aha, və sensor mədəniyyət deyəndə, bax biz oyunlarda sensor mədəniyyət məşğələsində bənzəyən hansı oyunu keçmişdik? Sensor motor. Necə oyunlardır sensor motor? Toxunur hizoflar vasitəsilə. 1-2 yaşlı uşaqlarda sensor sözü ilə başlayan hansı bacarığı öyrənmişdik? 1-2 yaşlı uşaqlara aiddir. Nə idi o? Aha. Nə formalaşır? Simbolik. Sensor perspektual təlim formalaşır. Burada da ümumi şəkildə, bax telefonun sensoru toxunursan ha, sensordur da bu. Sensor mədəniyyət məşğələsi də hiss üzvləri vasitəsilə ətraf aləmi dərk etməyi bacarmasıdır. Bəs biz öyrənəcəyik, baxın, sensor inkişaf. Bax, bu anlayışlar diqqətli olma. Sensor bacarıq, sensor tərbiyə, sensor mədəniyyət, sensor etalon. Etalon. Bu biraz bir balaca çətin mövzudur, diqqətli olun. Biz ümumiyyətcə sensor mədəniyyət məşğələsində bu 5 anlayışın 5'i də bilməliyik. Sensor inkişaf nədir? Bacarıq nədir? Tərbiyə nədir? Mədəniyyət nədir? Etalon nədir? Sensor inkişaf nədir deyəndə deyəcəyik ki, ətraf aləmi hiss üzvləri vasitəsilə tanıması. Bax, tanıması dedim. Baxın, sensor inkişafda, məsələn, bax, tutaq ki, bu qələmdir, elə deyilmə, bu qələmdir. Uşaq əlini toxunur, bilir ki, bu qələmdir, amma bilmir ki, bu nə işə yarayır və yaxud da bundan istifadə etmir. Bu sensor inkişafdır. Hələ yeni uşaq inkişaf etməyə başlayır. Və yaxud da, bax, tutaq ki, bu silgidir, bunu əlinə götürür, bilmir ki, bu nə işə yarayır. Soruşur hətta, 2-3 yaşlı uşaqlarda bu nədir, o nədir, soruşur, öyrənir. Bu sensor inkişafdır. Artıq onu, bax, bacarığa çevirirsə, məsələn, tutaq ki, bax, qələmi götürür, başlayır yazmağa. Və yaxud da silgini götürür, başlayır silməyə. Yəni, artıq bunu aydın olur. Artıq bunu həyata keçirirsə, bu bacarıqdır. Əşyalardan istifadə etməsi. Bu aiddir sensor bacarığa. Bəs sensor tərbiyə nədir? Tutaq ki, əşyadan istifadə edir, amma ondan düzgün şəkildə istifadə edə bilmir. Amma sensor tərbiyədə artıq düzgün şəkildə istifadə edir. Atmır, vurmur, qırmır. Sadəcə olaraq düzgün şəkildə, bax, perspektual şəkildə istifadəsidir. İstifadə edir. Bəs sensor, bax, inkişaf, bacarıq, tərbiyə aydın oldu. Bəs sensor mədəniyyət nədir? Sensor mədəniyyət Montessori tərəfindən elmə gətirilib, uşaqların hiss üzvlərinin məşq etdirilməsi deməkdir. Bu nə deməkdir? Deməli, məşq etməsi. Bax, deyir ki, uşaqların hiss üzvlərini məşq etdirmək, hiss üzvləri daha da formalaşsın, daha da bacarıqlar onlarda formalaşsın deyə, onların hiss üzvləri daima məşq etdirilir. Necə məşq edərsiniz uşaqların hiss üzvlərini? Nələr vasitəsilə? Nədir? Əsas başlayacaq. Ona ümumi nə deyirlər? Nədir o? Nə edir uşaqlarla? Oyunlar vasitəsilə. Aydın oldu. Müxtəlif oyunlar. Yəni, Montessori deyir ki, uşaqlara çoxlu oyunlar oynadın. Ki, onların hiss üzvləri yaxşı formalaşsın. Toxunaraq, bəli o sizin dediyiniz toplardır, əlində məsələn salır, hər hansı bir əşyanın adını söyləyir, meyvələrin adını söyləyir və yaxud da həndəsi figurları. Yəni, Montessori deyir ki, uşaqların hiss üzvlərini düzgün oyunlar vasitəsilə məşq etdirilir. Ən çətin forma, yəni nə mənada? Ən ağırı, belə deyək, mürəkkəbi yazıram, mürəkkəb, sensor etalondur. Çünki etalonda kim tərəfindən elmə gətirilib yazaq? Zaporojets. Sensor etalon Zaporojets tərəfindən elmə gətirilib və Zaporojets də deyir ki, uşaqlara hər şeyi olduğu
olduğu kimi başa salın. Uşaqlara hər şeyi olduğu kimi başa salın. Məsələn, bax, ilk öncə uşaqlara, bax, mürəkkəb deyəndə tez məsələn bunu deməyin ki, böyük qruplara mı aiddir? Xeyr. Kiçik qruplardan başlayır. Sadəcə olaraq, bax, limon tutaq ki, biz bilirik ki, sarıdır, turşdur, deyilmi? Mən uşağa deyə bilərəm, yox, ay uşaqlar, limon qaradır, şirindir. Deyə bilmərəm, elə deyilmi? Və yaxud da deyə bilərəm, alma kvadrat formasındadır. Və yaxud da banan dairə formasındadır. Deyə bilərəm, deyə bilmərəm. Hər şeyi deyir, olduğu kimi uşaqlara öyrədin. Ona görə mürəkkəbdir ki, uşağa hər şeyi olduğu kimi öyrətmək həqiqətən də çətindir. Yəni, uşağa hər şey detal, rəngidir, formasıdır, quruluşudur, dadıdır. Hər bir şeyi olduğu kimi öyrətmək həqiqətən də çətindir. Bu 4 anlayışı əzbər şəkildə bilmək lazımdır. Bir də deyək, inkişaf necə olurdu? Siz deyin mənə. Sensor inkişaf nədir? Tanımasıdır, bəli. Bəs bacarıq nədir? Əşyalardan istifadə edək. Artıq o hiss üzvləri vasitəsilə ətraflara başa düşdü. Ondan istifadə, bəli. Sensor tərbiyə. Düzgün istifadə edək. Açmır, yazmır. Perspektual şəkildə istifadə edir. Sensor mədəniyyət kim tərəfindən edilməlidir? Nə deyil Montessori? Hiss üzvlərini kəşf etmək. Uşaqların hiss üzvlərini daima məşq etdirin. Sensor etalon kim tərəfindən elmə gətirilir? Zaporojets. Zaporojets nə deyildir? Uşaqlara hər şeyi olduğu kimi başa salın. Ay, sağ ol, əla. Belə götürəndə bu mövzunu öyrəndiniz. Belə götürəndə öyrəndiniz, hə? Şimdi görək gerisi necə olur. Bir də, siz buradan müəyyən oyunlar, bu lövhəni bir dənə çəkin, zəhmət olmasa, sonra oyunlardan da danışın. Biz oyunlar mövzusunda sensomotor oyunları sadəcə olaraq ümumi ad kimi götürmüşük, elə deyilmi? Amma sensomotor oyunları, bax, özümüzdə deyil də, özümüzdən heç oyunun adı olmasın. Özümüzdən bir oyun quraşdıraq. Tax, uşaqların gözlərini yumuram, meyvənin adına. Aysa, meyvənin adına bax, deyirəm, adını söyləyər. Deməli, həmin oyunun adı nə olur? Dadından tanı. Aysa, o dadından tanı. Və yaxud da konusvari piramida. Deyirəm ki, bax, hiss üzvlərinin vasitəsilə böyükdən kiçiyə o konusvari piramida yəqin ki, bilirsiniz də nədir? Böyükdən kiçiyə doğru düz, o aidi, bəli, konusvari piramida oyunudur. Konusvari piramida oyunu uşaqlarda ölçü anlayışını formalaşdırır, elə deyilmi? Ölçü vasitəsilə. Ondan sonra bax, tərəvəzləri seç, nə azdır, nə çoxdur, həmləsi, yəni sırf o, belə deyim də, oyunun adı elmi dildə belə gedir deyə bir şey yoxdur. Məsələn, mən dadına baxdıramsa, deyirəm, dadından tanı oyununu, gəlin oynayaq uşaqlar. Və yaxud da gözlərini bağlayıb, bir-birinə əzinin adlarını söylədirəmsə, deyirəm, gəl göz bağlayıcı oyununu oynayaq. Yəni, həmin oyunların adları indi PDF-də də var. Bunu da ətraflı şəkildə öyrənəcəksiniz. Belə müəllimələr, bu mövzumuzda bu qədər.